Salam, mən Məmmədov Azər. Bu videoda üslü və loqaritmik funksiyalar, üslü funksiya və onun xassələri bölməsindən tapşırıqların izahını verməyə çalışacağım. Səhifə 83. Demək, tapşırıqlara keçməmişdən əvvəl sizdən bir rica, yəni bəyənmə düyməsini tıklayın. Demək, üslü funksiya ümumiyyətlə bir neçə kəlmə üslü funksiya barədə deyək. Y bərabərdir A üstü X şəklində verilir. Yəni, A burada mütləq sıfırdan böyükdür. Yəni, mənfi ədəd ala bilməz. Onu mənfi olursa, bu üslü funksiya olmur. Belə bir hal ola bilər, misal üçün, y bərabərdir mənfi 5 üstü x. Bu o demək deyil ki, bu mənfi 5 üstü x-dir. Bu o deməkdir ki, mənfi 5 üstü x-dir, bax, belə deyək. Yəni, bu 5-in üstü x-dir. Mənfi sonradan nəzərə alınır. Əgər bu hal baş versə, yəni çaşmayın da. Demək, A mənfidən böyük olmalıdır. Sonra A iki variantda mümkündür də. A birdən böyük halı var. Yəni, qrafik göstərsək, birdən böyük olanda bir nöqtəsində kəsir, artan funksiyadır və bu şəkildə olur. Yəni, sıfıra yaxınlaş, mənfiyə getdikcə sıfıra yaxınlaşır, absisofuna yaxınlaşır, ancaq toxumu sıfır almır da. Yəni, A üstü x-in elə bir qiyməti yoxdur ki, o sıfır alsın. Və belə artır. A bir də 0 ilə 1 arasında olanda, 0-dan böyük, 1-dən kiçik olanda, onda azalan funksiya olur. Bax, həmin bu funksiya tərsinə olur da, bu tərəfdən. Demək, azalmağa doğru 0-a, absis oxuna yaxınlaşır. Şəkli bu şəkildə olur. Yəni, A-nın qiyməti, yəni bu olanda, yəni əsasından çox şey asılıdır. İndi bizdən deyir ki, keçək tapşırıqlara. 7 üstü x funksiyasının qrafiki hansıdır? Burada görürük ki, əsasa baxırıq da, 7 birdən böyükdür. Demək, artan funksiya olacaq da, elə A variantı bizim cavabımız olacaq. Bu B variantı, bu y bərabərdir. 7 funksiyasının qrafikidir. Bu azalanı görürsünüz. Yəni, burada 7-də 1 olsaydı, o bunu götürərdik. Burada həllimiz deyil, bu həllimiz deyil. Bu, yəni y bərabərdir kök altında x funksiyasının qrafikidir. Sonra bu da parabolanın bir hissəsidir. Yəni, o da biz axtaran deyil. Bunlar deyil, yəni. Cavab olacaq A variantı. 7-də 1 x funksiyanın qrafikini göstərin. Yəni, bu dərhal ilə baxıb deyə bilər ki, bu azalan funksiyadır, birdən keçir. Yəni, x-in 0 qiymətində 1 alır və azalır. Cavabımız elə bu olar. Yəni, bu bilir ki, 1 bölək x funksiyası qrafikidir. Bu, A-nın birdən böyük qiyməti üçün doğrudur. Yəni, bunlar deyil. Bu da 1 bölək x-ə aiddir. Bu isə loqaritmanın qrafikidir. Yəni, cavab olacaq C variantı 2-də. Funksiyanın absis oxunu hansı nöqtədə kəsir? Absis oxunu hansı nöqtədə kəsir deyirsə, demək, y həmin nöqtədə 0-dır. Yəni, y-ə 0 desək, 0 bərabərdir 2 üstü x minus 8. 8-i sola keçirdərəm. 8 bərabərdir 2 üstü x. 8-i yazsam 2 üstü 3 bərabərdir 2 üstü x. Buradan x bərabərdir 3-ə. Əsaslar bərabərdirsə, üstlərin bərabərliyini yaza bilərəm. Demək, y-in 0 qiymətində x 3-dür. Yəni, x y-dir də belə yazırıq, eləmi? X 3-dür, y 0-dır. B variantı. Qrafiki ordinat oxunu hansı nöqtədə kəsir soruşursa, ordinat oxunu orada həmin nöqtədə x 0-a bərabərdir. Yəni, x-ə 0 deyək, y-i tapaq. Y bərabərdir mənfi 3. Yəni, mənfi burada 3-ün əslində üstündə söhbət gedir də, belə deyək. Mənfi 3 üstü 0. Bu bizə 1 verəcək. Üstə gələk 27. Burada nə eləyər? Yəni, mənfi 1 eləyəcək də. Y bərabərdir
mənfi 1 üstə gələk 27. Bu da eləyər 26. Yəni, birdən çaşıb bunu biz götürsək mənfi 3 üstə 0. O doğru olmayacaq. Yəni, bunun yerinə 1 götürsək səhv eləmiş olaraq 28 alınar. Cavabda da 28 olarsa, demək, onu seçsək, biz səhv eləmiş olarıq. Yəni, cavab olacaq, demək, y-i 26-dır, x-i 0, 0, 26. Demək, D variantı. Funksiyanın qrafiki absis oxunu hansı nöqtədə kəsir? 2-də 1 x demək, absis oxunun kəsdiyi nöqtədə y 0-dır. Yəni, 2-də 1 üstü x çıxaq 4 bərabərdir. Y-in yerinə 0 yazırıq. Buradan 2-də 1 üstü x bərabərdir 4-ə. 2-də 1-i biz 2 üstü mənfi x kimi yaza bilərik də. Bərabərdir. 4-ə də 2-nin kvadratı kimi. Əsaslar eynidir. Mənfi x bərabərdir 2-yə. Mənfi 1-ə vursam hər tərəfi x bərabərdir mənfi 2. Yəni, mənfi 2 və 0 alarıq cavabı. Cavab olacaq A variantı. Ən kiçik qiymətini tapın. Əsasa baxıram, 1-dən böyük qiymətdir. Yəni, üstü böyüdükcə bunun qiyməti artır. Üstü kiçildikcə, üstü kiçik olarsa, demək, daha da kiçilir də. Demək, x kvadrat plus 2-nin ən kiçik qiymətini taparıq. Bunda ən kiçik qiyməti x-in 0 qiymətindədir. Çünki mənfi olanda da mənfin kvadratı müsbət olur, bu artır. Yəni, x-in ən kiçik, belə bu ifadənin ən kiçik qiyməti x-in 0 qiymətidir. X kvadratının daha doğrusu. Elə oradan da x 0-ın kvadratı elə 0 eləyir. Yəni, bu da eləyər 2. Demək, bu üst ifadə ən kiçik qiyməti 2-dir. Onda y bərabərdir 3-ün kvadratı. Aldığı qiymət, ən kiçik qiyməti 9 olacaq. Cavab B variantı. Hansı azalandır? Dedik ki, A üstü y bərabərdir A üstü x şəklində verilibsə, bax, bu artan funksiyadır. A onda neçə olur? A 1-dən böyük olanda. Azalan funksiya isə demək, A, demək, 1 ilə 0 arasında olanda bu azalan funksiya olur. İndi baxmalıyıq ki, bu mötərizədə verilən ifadələr var. Onlar hansı azalandırsa, yəni 0-1 aralığında yerləşir. Onu tapmamız lazım. İndi baxaq birinci, 2 üstə gəl, 2-dən təxminən 1,4 çıxır da, 3 tam neçə eləyir? Bu, yəni 0-1 aralığına aid deyil, bu deyil. B-yə baxaq. B variantı, gəlib bunu qoşmasına vuraq, irrasionallıqdan qutaraq da məxrəci. Qoşmasına vursam, 2 üstə gələk kök altında 2-yə vurub bölürəm də sürət və məxrəcini. Bunu bölsəm 4 çıxaq 2 alınacaq. Alınır nə? 2 üstə gələk kök altında 2 bölək 2. Bax, burada 2 üstə gələk 1,4, 3,4, 2-yə bölsəm neçə eləyir? 1 tam neçəsə, yəni 1-dən böyük qiymət alır, o aralığa daxil deyil. Bu plusuna, bunda radikallıqdan qutarmaq istəsək, minusuna vurarıq, C variantına baxaq. Yəni 1 bölünsün, 2 üstə gələk kök altında 2, 2 çıxaq kök altında 2-yə vururam, sürətində həmçinin 2 çıxaq kök altında 2-yə vurdum. Bu eləyər 4 çıxaq 2, yəni məxrəcdə 2 olacaq. Burada isə 2 çıxaq, elə bir ki, kök altında 2-ni 1,4 yazsam, təxminən də 14-ün kvadratı 196 eləyir. 1,96 eləyir də. Demək, bu eləyəcək 0,6 bölək 2, bu da 0,3. Yəni, görürük ki, 0 ilə 1 arasındadır. Bizim azalan funksiyamız elə bu imiş, C-dir. Bu birisinə baxaq, kök altında 2. Kök altında 2 1-dən böyük ədəddir, 1,4-dür. Yəni, 1-dən böyükdür. Burada da 1 üstə gələk, istənilən qiymət gəlsək, bu 1-dən böyük qiymət eləyir. Yəni, bunlar da deyil, cavabımız elə C variantı olacaq. İndi bax, biz bunu
böyük və kiçikliyini tapmaq üçün nə edərik? Bir dənə misal üçün bir qiymət götürək. X-ə tutaq ki, bir qiymət verək. Bax, çəkdik bir dənə düz, yox, ordinat oxuna paralel çəkək də, çalışaq. Ordinat oxuna paralel çəkək. Bax, nə aldıq? Kəsdikləri nöqtəndə qeyd eləyək. Bax, A isti X funksiyasının qrafiki bu aşağıdakıdır. Yəni, X-in hər hansı bir X1 qiymətinə aldığı qiymətlər, kəsdiyi nöqtələr, qrafikləri kəsdiyi nöqtələri qeyd eləyək. Tutaq ki, bu Y1 olsun, bu Y2, bu da Y3. Yəni, bu funksiyaların hər hansı bir X1 qiymətində aldığı funksiyaların qiymətidir. Görürük ki, AX ən kiçikdir. Kiçik qiymət alır. BX ondan böyükdür. Ən böyük qiymət alan CX-dir. Bu demək deyil ki, A B-dən kiçikdir, B C-dən kiçikdir. Çünki burada nə məsələ var? X mənfidir. Bunlar, yəni, X-ə tutaq ki, mənfi 2 versək, 1 bölünsün olur da. Tutaq ki, X-ə mənfi 2 verək. Çünki soldan götürmüşük yaxın qiyməti. X-ə mənfi 2 versək, 1 bölünsün A kvadratı olacaq da, kiçikdir. 1 bölünsün B kvadratı, o da kiçikdir. 1 bölünsün C kvadratı. Mənfi 2 qoyanda, yəni 1 bölünsün olur da, bu halda yazırıq. İndi buradan hansı daha kiçik olar? Məxrəci, demək, böyük olan kiçik olar da. Demək, A daha böyükdür ki, A-nın qiyməti, ədədi qiyməti daha böyükdür ki, məxrəci. O, demək, kiçikdir də. A üstü X kiçikdir. Yəni, A burada ədədi qiymətcə böyük olur. Bizdən ABC-ni müqayisə eləmək lazım gəlir. Yəni, A üstü X-i yox. A üstü X, B, X. Bu, müqayisə eləsək, bunu soruşsaydı, bax, bu olardı. Amma A ilə B-ni, burada A demək, ədədi qiymətcə daha böyükdür B-dən, o da böyükdür C-dən. Və yaxud tərsinə yazarıq. Yəni, C kiçikdir B-dən, o da kiçikdir A-dan. Onda cavab olacaq D variantı. Burada indi sağ tərəfdədir. Özdəki burada nədir? Birdən böyük qiymətlərdir. CBA əsas birdən böyük qiymətlərdir. Həm iki qayda ilə eləyək. Buradan bir düz xətt çəksək, ordinat oxuna paralel. Fərz eləyək ki, paralel düz xətt çəkdik. Demək, ədədi qiymət ən kiçik olacaq, bax, bu AX-də, eləmi? Sonra gəlir BX, sonra CX. Yəni, birinə biz Y1 desək, bu birisinə Y2 desək, bu da olsun Y3. Yəni, Y3 ən böyüdür. Yəni, Y3-də CX-i, C üstü X-i tərənnüm eləyir də. Demək, C üstü X böyükdür B üstü X-dən. O da böyükdür A üstü X-dən. İndi X sağ tərəfdədir, müsbət ədəd götürəcək də. Tutaq ki, burada 3-dür. Yəni, bax, C kubu, B kubu, demək, A kubu da misal üçün götürəm. Tutaq ki, X bərabərdir 3. Əlbəttə, demək, C ədədi qiymətcə daha böyük olacaq da B-dən. Kubu da ondan böyük olacaq. Müsbət olduqları üçün mənfi olsaydı fərqli olardı. Ya kəsrin məxrəcində olsaydı fərqli olardı. Yəni, C böyükdür B-dən, o da böyükdür A-dan. Bu variant varmı? Yoxdursa, bunu tərsinə yazırıq. A kiçikdir B-dən, kiçikdir C-dən. Kiçik B-dən, o da kiçikdir C-dən. E variantı doğru cavab olacaq. Bu təyin oblastını tapın. Yəni, baxırıq 4 üstü X. X-ə bir maniyə yoxdur. Yəni, kök altında deyil ki, mənfi olmasın. Nə bilim, modulda deyil və yaxud kəsim məxrəcində deyil ki, 0 qiyməti almasın və s. kimi şərtlər yoxdur. X sərbəstdir. Yəni, X-ə istənilən qiymət verə bilərik. Mənfi sonsuzluq, müsbət sonsuzluq
təyin oblast deyəndə x-i axtarırıq da. Qiymətlər oblast desə y-i axtarırıq. Yəni cavab olacaq B variantı. Təyin oblastını tapın. İndi burada görürük ki, kökaltı ifadə var. Burada 1 minus x nə olmalıdır? Sıfırdan uzaq başı bərabər ola bilər. Sıfırdan böyük bərabərdir. Yəni buradan x kiçik bərabərdir 1-dən. 1-dən kiçik bərabər olmalıdır ki, kökün altı mənfi olmasın. O da A variantı olar da mənfi sonsuzluqdan 1-ə qədər. 1 daxildir. Demək A variantı. Təyin oblastını tapın. Burada da 5 minus x kvadrat böyük bərabər 0 olmalı. X kvadratı sağa keçirdərəm kiçik tərəfə. X kvadrat kiçikdir 5-dən. 5 böyük tərəfdə qalır da. Bərabərsizliyin böyük tərəfində 5 qalır. Buradan əslində bunu belə yazmaqdansa gəlin belə eləyək. Mənfi 1-ə vuraq. Bərabərsizliyin sol və sağ tərəfini. Mənfiyə vurduqda bu işarənin istiqaməti dəyişəcək. Yəni bu olacaq x kvadrat 5 kimi yaza bilərik də. Mənfi 5 üstə gəl x kvadrat ya da onun yerini dəyişək. X kvadrat çıxaq 5 kimi yaza bilərik. Böyükdür yox, kiçik bərabərdir 0. Bunu qruplarına ayırsaq. X çıxaq kök altında 5. X üstə gələk kök altında 5. Kiçikdir bərabərdir 0. Kiçikdir olduğu üçün, yəni mənfi kök altında 5. Kök altında 5 bizim qiymətlərimiz olacaq. Yəni C variantı. İntervallar metodu ilə bunun özünüz əmin ola bilərsiniz. Olarsa x-in tam hissəsini tapın. Yəni, bax, 19 ədədi 4-ün kvadratından böyük ədəddir də. Yəni, x-in 2 qiymətindən böyük ədəddir. 3 qiymətindən də kiçik ədəd. 4-ün kubu 64 eləyir. Yəni, 4-ün kubu kimi yazsam, 4-ün kvadratından böyükdür, 19 kubundan kiçikdir. Yəni, x-in aldığı 2-3 arasındadır da qiymətlər. 2 ilə 3 arasında. Yəni, 2 tam neçəsə. 2 tam onda 2 min, ya neçəmi? Yəni, tam hissəsini soruşur. Yəni, x bərabərdir 2-yə. O da E variantı olar. Funksiyalardan hansı artandır? Artan dediksə, A x şəklindədirsə y, demək, A 1-dən böyük olmalı. İndi biz bu mötəzənin içindəkiləri yoxlamalıyıq ki, 1-dən böyük olsun. 7-də 1 1-dən böyük deyil. 0-1 aralığındadır. Bu da həmçinin. Sonra bu da həmçinin. Qaldı bu 2 dənəyə baxaq. Görək hansı. Əslində bu da, yəni bax 1-dən böyükdür. Bax görürük ki, dərhal demək olar ki, A variantıdır. Çünki kök altında 2 1,6 eləyir. 1,4 eləyir. Onun üstə bir gəndə 2,4 1-dən böyük ədəddir. Bu isə, yəni bax, kök altında 3 təxminən 1 neçənin kvadratı, yəni 1,8 deyək də, çıxaq 1, yəni 0,8 alınır. Bu da 0-1 aralığındadır da, 1-dən böyük deyil. Yəni bu da bizim həllimizdir. A variantı doğru olar. Təyin oblastını tapın. Baxırıq, kök altında, burada da kök altında var. Hər ikisini yoxlayaq da. Yəni, burada mənfi x 0-dan böyük bərabər olmalı. Yəni, bura mənfi 1-ə vursam, kiçik bərabər 0. X 0-dan kiçik olmalı. Amma buradakı, bura gərək deyək ki, x böyük bərabər 0 olmalı. 2 şərt ödənməlidir. Bu da ancaq x-in 0-a bərabər olan halında mümkündür. Yəni, kiçik olanda bu birisində olmaz, böyük olanda o birisində olmaz. 0-dan böyük olanda, yəni cavab olacaq A variantı. 16-da 15 kimidir. Görürük ki, birində x müsbətdir, birində mənfidir. Yəni, ancaq x-in 0 qiymətində bunun həlli var. O da neçə eləyir? 2 eləyir. Əslində, bu 2-ni soruşmur. Bizdən deyir ki, təyin oblastını tapın, x-in qiymətini tapın. Yəni, x-in 0 qiyməti ancaq doğrudur. Funksiyanın qiymətlər oblastını tapın.
qiymətlər, yəni y-in qiymətini tapmaq lazımdır. Hansı qiymətlər ala bilər? Biz cosinus x-in aldığı qiymətlərin bilirik ki, nə alır? Mənfi 1 aralığındadır da qiymətləri. Ən kiçik qiyməti mənfi 1, ən böyüyü 1. Bir dəfə mənfi 1 qoysaq, yəni y alar ən kiçik qiymətini, 2-də, yox, ən böyük qiymətini daha doğrusu, ən böyük qiymətini, bax, cosinus x-in qiymətini deyirəm də indi mən. Bir dəqiqə, burada cosinus x-dən, qiymətlər oblastını deyir də, bizə təyin oblastını soruşmur. Mənfi 1, bu eləyir 2, bir də ki, 2-də 1 üstü 1, bu da elə 2-də 1. Yəni, qiymətlər oblastı olacaq 2-də 1 ilə 2 arasında. Bunlar da daxildir. Çünki mənfi 1 də daxildir cosinus x-in qiymətlər oblastına B variantı. Funksiyanın qiymətlər oblastını tapın. Yəni, sinus x-in də aldığı qiymətlər oblastı mənfi 1'dir. Bir dəfə mənfi 1 qoysam 7-də 1 alacaq. 1 qoysam 7 alacam. Yəni, cavab olacaq 7-də 1, 7. Bunlar da daxildir. B variantı. Ədədlərini müqayisə eləyin. 200, 300, 100. Yəni, hər 100-ə gətirmək lazımdır. A bərabərdir. 5-i yaza bilərəm. 5-in kvadratının üstü 100. Yəni, 2 100-ə vurulur, 200 olur. 200 ilə bir 2 bıraq 100 kimi yazdım da belə. Bərabərdir. Bərabərdir yox. Hədə bu bərabərdir nəyə? 25 üstü 100. Bu A oldu. Sonra B-yə baxaq. 3-ü yazaram. 3-ün kubu üstü 100. 3-ü 100-ə vuranda 300 eləyir. Bu da eləyir 3-ün kubu 27 üstü 100. C-ni də yazarıq. Elə 28 üstü 100. Üstləri bərabərdir. Əsasları böyük olan böyükdür. C demək ən böyükdür. Sonra B gəlir, sonra 25. Kiçiyi A-dır. A demək kiçikdir B-dən. O da kiçikdir C-dən və yaxud tərsinə. C böyükdür B-dən, böyükdür A-dan. Baxaq görə hansı variantlar var. A kiçikdir B-dən, kiçikdir C-dən, D variantı. Bu da eyni tipli misaldır. A bərabərdir. Demək, 100-ə gətirərik də üstləri. 2-nin kubu vurulsun 100. Bərabərdir. 8 üstü 100. B-yə baxaq. 3-ün kvadratının üstü 100. Bərabərdir. 9 üstü 100. Bir də C. 7 üstü 100. Əlbəttə, üstlər bərabərdirsə, demək, əsasları böyük olan böyük olacaq. Ən böyüyü B-dir, ən kiçiyi C-dir. B böyükdür A-dan, o da böyükdür C-dən. Və yaxud tərsinə, C kiçikdir A-dan, o da kiçikdir B-dən. Bunların baxaq görək hansı var. B böyükdür A-dan. Yoxdur, ikinci variant. C kiçikdir A-dan, kiçik B-dən, C variantı. Qiymətlər çoxluğu tapır. Sinus x-in aldığı qiymətlər bilirik ki, mənfi 1 aralığıdır. Bir dəfə mənfi 1 qoysam yerinə 9-da 1 alınacaq. 1 qoysam yerinə 9 alınacaq. Yəni, ikisi də daxildir. Cavab olar C variantı. Funksiya tərkiblərdən hansılar yanlışdır? Bütün müsbət ədədlər çoxluğudur. Yəni, x təkcə müsbət ədədlər çoxluğu deyil ki, mənfi ədəd də ola bilər də x. A üstü mənfi 2 də ola bilər. Yəni, nə bilim, mənfi 1000 də ola bilər, dəxli yoxdur. Yəni, bu yanlışdır, 1 yanlışdır. Biri budur. Bütün ədəd oxunda azalır. Bilirik ki, əsas 0-1 aralığı olanda azalır funksiyanın qrafiki. Yəni, bu şəkildə olur da. Azalır. 1 olanda da artır. 1 olanda ilə nə cür idi? Artır da. Demək, bunlar hansı yanlışdır? Bunlar doğru olduğu üçün biz onları götürməyəcəyik. Yanlış olanlar
götürürük. Qiymətlər çoxluğu bütün həqiqi ədədlər çoxluğudur. Bilirik ki, A üstü X qiymətlər çoxluğu, yəni Y-in aldığı qiymətlərdə bütün həqiqi ədədlər çoxluğu deyil. A üstü X yəni mənfi qiymət almadan müsbət qiymətlər alacaq. Yəni A üstü X yəni A bilirik ki, sıfırdan böyük qiymətlər alır və üstü funksiyada yəni mənfi qiymətlər almır. Ona görə bu da yanlışdır. 4-ü də götürürük. Yəni 1-4 D variantı olacaq. Aşağı hansı ola bilər? Bax, bu dediyim kimi, bax, demişdim sizə. Yəni, bu nə deməkdir? Mənfi 5 üstü X deməkdir. Aşağı hansı ola bilər? Yəni, əgər versəydi bizə X bərabərdir 5 üstü X, bizim qrafikimiz nə şəkildə olacaqdı? Yəni, bu şəkildə olacaqdı da, birdən keçəcəkdi, bax, belə artan. Amma qarşısında mənfi olduğu üçün bu tərsinə olacaq da, bax bu, yəni mənfi birdən keçəcək bu dəfə, bax belə olacaq da. Yəni bu şəkildə hansıdır? D variantıdır, elə birbaşa tapa bilərik. Yəni, bax bu artan funksiyadır, bu funksiyadır, yəni bu deyil. Bu azalan funksiyadır, bu hansıydı? Sıfırdan əsası əgər 0-1 aralığında olsaydı. Bu kəsir 2 oxu, bu da deyil. Yəni, əslində bu da deyil də. Elə tapdıq ki, yəni D variantıdır. Bunun əksi olacaq. Güzgü effekti kimi absis oxuna nəzərən simmetrik. Üstü funksiya olarsa, fx funksiyası A parametri hansı aralıqda qiymət alır? Biz demək ki, A üstü X əgər üstü funksiyasısa, bilirik ki, A sıfırdan böyük olur və A fərqli olur birdən. A birdən fərqli olur. Buradan elə bir ki, biz baxacaq nəyə? 3A-6. A-nın əvəzinə 3A-6-dır da. Böyükdür sıfırdan. 3A-6 fərqlidir birdən. Buradan demək 3A böyükdür 6-dan. 3A fərqlidir. 1/6 gəlir 7-dən. Biz aldıq nə? Demək, A böyükdür 2-dən. A fərqlidir 7/3-dən. İndi biz, bax, demək, 2-dən böyük 3/7-yə qədərdir. 3/7-nin 2-dən müsbət sonsuzluğa qədər əslində olmalıydı. Bir dənə 3/7-ni çıxartmaq lazımdır. Yəni, burada belə yazarıq da onda. Bax, bu 2 variant var. 2 daxil deyil. 2 daxil olmayanı götürəcək. Yeni götürsək səhv olar. Yəni, B variantı doğru cavab olacaq. Yəni, 2-dən 3/7-yə, belə 3/7-yə birləşir. 3/7-dən müsbət sonsuzluğa. 25-də funksiyasının qiymətlər çoxluğuna daxil olan tam ədədlərin sayını tapın deyir. Bilirik ki, bax, bu A üstü X şəklində olanda, yəni ən kiçiyi 0-dan başlayır da, 0 daxil olmur. 0-dan neçəyə qədərsə, burada böyük, bu üstün ən böyük qiymətini öncə tapaq. Yəni, mənfi x kvadrat çıxan 2x plus 5 ən böyük qiymətini tapaq. Bilirik ki, bu qanatları aşağı olan paraboladır. Təpə nöqtəsinin koordinatını elə bir ki, y-ni tapacaq da. Bunu iki üsulla taparıq da. Əsas biri düsturla, bir də ki, bunu tam kvadrata gətirək. Yəni, mənfini çıxarsaq mötərizə xaricinə x kvadrat üstə gəl 2x minus 5 mənfi x kvadrat plus 2x. Yəni, bunu tam kvadrat eləmək üçün üstünə 1 gəlib 1 çıxaram. Çıxaq 1, çıxaq 1, çıxaq 6 eləyər də o. Bərabərdir. Bax, bunu bir qruplaşdırsam, bərabər nəyə? Mənfi x-də gələk 1-in kvadratı çıxılsın 6. Mənfini mötərizəyə vursam, bu olacaq nə? Mənfi x plus 1
Mənfini mənfi 6-ya vuranda üstəgəl 6. Yəni bu ifadənin ən böyük qiyməti, bu kvadrat üçədlinin ən böyük qiyməti demək 6-dır da, müsbət 6. Yəni y-in ən böyük qiyməti bərabərdir. Kök altında 2 üstü 6. Ən kiçiyi 0-dan başlayır, 0 daxil deyil ancaq. Yəni bunun üstü 0-1 aralığında qiymət alarsa, o demək 0-a yaxın qiymət alır da. 2 üstü 6, bu da eləyər 2-nin kubu, bu da eləyər 8. Yəni 0-8 aralığı. Daxil olan tam ədədlərin sayını deyir tap. Yəni 8 daxildir, 8 özü daxildir. 0 isə daxil deyil. Yəni buradan 1-dən 8-ə qədər 8 dənə elə ədəd var da, tam ədəd var, E variantı. Funksiyasının təyin oblastını tapın, x-i tapmalıyıq. Yəni belə şifahi biz tapa bilmərik. Yəni bunu 0-a bərabər eləyən görək bir x varmı? 0-a bərabər eləyək öndə. 7 üstü x-i yazaram mən, 7 üstü x vuraq, 7 üstü mənfi 1 kimi. Çıxaq 7 üstü x, üstə gələk 6. Məxrəci götürdüm. 0-a bərabər eləyək. Görək 0-a bərabər x-in elə bir qiyməti varmı? Orada 0-a bərabər olsun. Burada 7 üstü x-i çıxarsam mötərizə xaricində bu 7-də 1 eləyir də. 7 üstü mənfi 1, 7-də 1 eləyir. Çıxaq 1 olar. Üstə gəl 6. 6-nı sağa keçirdirəm, mənfi 6 olsun. 7 üstü x bu eləyər. Orta məxrəc 7 olsa 7-də mənfi 6-da belə. Bərabərdir mənfi 6. Mənfilər bir-birini aparacaq, 6-lar da ixtisar gedər. 7 çarpaz 1-ə vurulacaq. Yəni 7 üstü x bərabərdir 7-yə. 7 üstü 1-ə. Onda x bərabərdir 1. Bəli, x-in belə bir qiyməti var ki, məxrəci 0 eləyir. 1 qiymətində 0 olur. Gəlin yoxlayaq, bax. 7 üstü 0 1 eləyəcək. 7 üstü 1 7. Üstəgə 6. Bəli, toplayanda 0 eləyir. Demək, x-in bir qiymətindən fərqli olmalıdır x. 1 olmasaydı mənfi sonsuzluq, müsbət sonsuzluq götürərdik. Amma 1 də var. 1-i çıxartmaq üçün nə edərik? Demək, mənfi sonsuzluqdan 1-ə qədər 1 daxil deyil, birləşir 1-dən müsbət sonsuzluğa. Cavab olacaq D. Təyin oblastını tapın. Yenə bax, bu 0-a bərabər eləyən görək qiyməti varmı? Varsa onu çıxartmalıyıq. Demək, minus 1 çıxaq 5x. Yaxud elə qabaqcadan fərqli 0 yazmalıyıq da belə. Bu variantda da yaza bilərik. Fərqlidir 0-dan. Buradan da yəni 5x-i çıxartsam mötərizə xaricə bu 5-də 1 eləyər də. 5-də 1 çıxaq 1. Üstə gedək 4. Fərqlidir 0-dan. 5 üstü x. Buradan 5 orta məxrəc olsa mənfi 5-də 4 olacaq. Bu da fərqlidir mənfi 4-dən. 4-ü sağa keçirdim. Mənfilər bir-birini aparar. 4-lər də gedər. 5 çarpaz ora vurulacaq. 5x fərqlidir 5-dən. Bu 5 üstü 1-dir də. Demək, əsasları bərabərdirsə, üstləri də bərabərdir. Demək, x fərqli, yaxud əsasları eynidirsə, üstləri fərqli olmalıdır ki, bu fərqli olsun. X fərqlidir 1-dən. Yəni, həmin qaydada, yəni cavab olacaq. Bu da D variant. Mənfi sonsuzluq 1, 1-dən müsbət sonsuzluq. Qiymətlər çoxluğunu deyir, tapın. Ümumiyyətlə bilirik ki, Cauchy teoreminə görə qarşılıqlı belə tərs ədədlərin cəmi, əgər x 0-dan böyüksə, yəni müsbət ədədlərdirsə, bu aldığı qiymətlər çoxluğu 2-dən müsbət sonsuzluğadır. 2 də daxildir. Yəni 2-dən müsbət sonsuzluğa. Əgər x 0-dan kiçik olarsa, mənfi ədədlər olarsa bunlar, bunda mənfi sonsuzluq, mənfi 2-yə qədər 2 də daxil, mənfi 2 də daxil qiymətlər almış olar.
Yaxşı, indi qoyaq yerinə yazaq. Bax, böyük hal, müsbət hal üçün, x-in müsbət halı üçün. Birinci hal üçün yazarıq nə? Y üstü, demək 2 də y kvadratından, bir də y üstü mənfi sonsuzluqda belə deyək. Müsbət sonsuzluq. Y üstü müsbət sonsuzluq. Yəni, y bilir ki, ədəddir də, onun üstü müsbət sonsuzluğa gedəcək. Y kvadrat müsbət sonsuzluq olacaq da. Hər hansı bir ədədin üstü müsbət sonsuzluq, o deməkdir ki, bu müsbət sonsuzluq eləyir də elə. Yəni, onun əvəzinə biz müsbət sonsuzluq yaza bilərik. Yəni, bir nədir? Həllər çoxluğumuz budur, qiymətlər çoxluğun biri budur. Bir də bu şərtdə ola bilər də, x sıfırdan kiçik ola bilər. Onda, yəni, y üstü mənfi sonsuzluq, o da mənfi sonsuzluğu verəcək. Yox, y üstü mənfi sonsuzluq. Bax, y üstü tutaq ki, mənfi 2, bu sıfıra yaxınlaşır, yəni sıfırı verir. Yəni, y üstü mənfi sonsuzluq sıfırı verir. Ona görə bizim qiymətimiz nə olacaq? Birinci qiymətimiz sıfır olacaq. Sıfır da daxil deyil, əlbəttə. Bir də ki, y üstü mənfi 2. Yəni, mənfi 2 bu da nə verir? Yəni, 0, 1 bölək y kvadratı da, bax, belə. Bu daxil deyil, bu isə daxildir. Yəni, birləşir bununla da y kvadrat müsbət sonsuzluq. Yəni, 0, 1 bölək y kvadrat müsbət sonsuzluq bizə E variantını verir. Funksiyanın qiymətlər çoxluğunu tapın. Yəni, x üstə gəlir 1 bölək x-in. Bilirik ki, x-in mənfi müsbət olmağına asılı olaraq aldığı qiymətlər var. X demək, sıfırdan böyük olma halına baxaq. Onda aldığı qiymətlər nədir? Sıfırdan böyük olarsa, koşiyə görə 2-dən müsbət sonsuzluğa. Bu ədədi orta, həndəsi orta anlayışından istifadə edərək tapmaq olur. Yəni, 2 də daxildir. Bunlar bir-birinə bərabər olanda 2-yə bərabər olur. Demək, aldığı qiymətlər, bax, bu ifadənin aldığı qiymətlər bu olur. 2-dən müsbət sonsuzluğa. Əgər x sıfırdan böyük olarsa, o halda, bax, x-in müsbət halı üçün pi üstü 2 götürək, ən kiçiyini, pi kvadratı, eləmi? Birini o alır. Bir də pi üstü müsbət sonsuzluq. Ədədin üstü müsbət sonsuzluq olanda o elə müsbət sonsuzluğa bərabərdir. Özdə ədədi bilirik ki, 0-1 aralığına aid deyil də, 3-dən böyük ədəddir. Demək, aldıq nə? Pi kvadrat müsbət sonsuzluq. Birinci aralığımız. Pi kvadratı daxildir bura. Yəni, pi kvadrat müsbət sonsuzluq. Sonra ikinci hala baxaq. X-in sıfırdan kiçik halına, onda mənfi sonsuzluq mənfi 2 qiymətini alır. Bu, həmin bu ifadə. Bu, üstdəki üst. Yəni, 2 də mənfi 2 də daxildir. Demək, pi üstü mənfi 2, mənfi sonsuzluq nə deməkdir? Yəni, sıfıra yaxınlaşır da bu ədəd. 1 bölünsün pi üstü sonsuzluqdur. 1 bölək sonsuzluq sıfırdır elə. Sıfırdır. Sonra pi üstü mənfi 2. Pi üstü mənfi 2 də 1 bölək pi kvadratıdır. Yəni, aldıq nə? 0, 1 bölək pi kvadrat. Biri də bu oldu. Bu ikisinin birləşməsi olacaq. Yəni, bu daxildir, bu isə daxil deyil. Yəni, 0, 1 bölək pi kvadratı, pi kvadrat plus müsbət sonsuzluq və 2-dən aldıq. Onların
birləşməsi A variantı. Təyin oblastını tapın. Yəni burada x-ə maneçilik eləyən varmı? Bir şey ola bilər ki, bax bu bir, bilirsiniz bu -1, yəni kəsirin indi x sürətdədirsə, -1 olanda o məxrəcə düşəcək də, üstü -1 olanda. Məxrəcə orada yəni sıfırdan fərqli qiymət almalıdır. İndi bizim bunun içinin ayrıca baxmalıyıq. 3/2 minus x çıxaq 27-də 1 fərqli 0 olmalıdır. Hə, fərqli 0 olmalı. Yəni 0 üstü -1 nə deməkdir? 1 bölək 0 deməkdir. Bu halda mümkün deyil də, boş çoxluqdur. Yəni ona görə həmin bu içi sıfırdan fərqli qiymət almalıdır. İndi görək x-in hansı qiymətində fərqli olur, onu çıxartmalıyıq. Buradan 27-də 1-i 3 üstü -3 kimi yaza bilərik. Sonra sağa keçidərəm onda. Yəni 3 üstü 2 minus x fərqlidir 3 üstü -3. Demək, əsaslar bərabərdir. Üstlərin bərabərliyini yazaq. Fərqliliyini yazaq. Yəni x fərqlidir 5-dən. Yəni x bir dənə 5 qiymətində burada 0 alır. Ona görə o 5-i çıxartmalıyıq. Yəni o olmasaydı elə mənfi sonsuzluq, müsbət sonsuzluq bizim qiymətimiz olardı. O da mənfi sonsuzluq 5 birləşir 5-dən müsbət sonsuzluğa. A doğru cavab olar. Tərs funksiyasını tapın. F-x'ə bir y deyək. 3 vuraq, 2 üstü x minus 5, üstə gələk 1. Tərs funksiyanı necə tapırıq? Y ilə x-in yerini dəyişirik. Bax, y-in əvəzinə x yazırıq. 3 vuraq, 2 üstü, x-in əvəzinə də y yazırıq. Çıxaq 5, üstə gəl 1. İndi y-i tapmalıyıq. Y-i elə bizim bu gx funksiyamız olacaqdır. Elə bir ki, y-ə bir tutaq ki, bir gx funksiyası deyirik. Burada yox, daha doğrusu. Şimdi buradan y-i tapım, o gx funksiyası olacaq. Buradan biri sola keçirsəm, x çıxaq 1 bərabərdir. 3 vurulsun 2 üstü y minus 5. 3'ə bölsəm hər tərəfi, yəni 2 üstü y minus 5 bərabərdir. X minus 1 bölək 3. 3'ə böldüm hər tərəfi. 3 getdi. Buradan loqaritmləyək hər iki tərəfi. Loqaritmə 2 əsasdan 2 üstü y minus 5 buranın loqaritmə. İndi loqaritmadan xəbəriniz varsa bunu başa düşərsiniz. İndi olmasa loqaritmə bölməsində yəqin ki bunlar barədə biləcəksiniz. Demək y-5 qarşıya gələr, y-5 bərabərdir. Loqaritma 2-dən 2 getdi. Aldıq nə? Loqaritma 2 əsasdan x-1 bölək 3. Buradan y nəyə bərabərdir? Loqaritma 2 əsasdan x-1 bölək 3. 5'i sağa keçirdim, üstə gələk 5. 2 əsasdan x-1 bölək 3, üstə gəl 5 D variantıdır, cavabımız olar. Yəni bu gx funksiyası bu oldu. Qrafiklərin əsasən ifadəsini sadələşdirin. İndi burada müəyyən eləməliyik də, yəni A, B, C müqayisə eləməliyik. Buna oxşar birini elənmişik, bir misalı. İndi bax, y bərabərdir C üstü x görürük ki azalan funksiyadır. Bu nə deməkdir? C 0 ilə 1 arasında yerləşir. 1 ilə 0 arasında. 0-dan böyükdür, 1-dən kiçik. Bu birisilər isə yəni bax artan funksiyalardır. AX də, BX də demək A da nədir? 1-dən böyükdür. B də 1-dən böyükdür. 1-dən böyük. Ancaq öz aralarında müəyyən eləmək üçün buradan bir qiymət götürək. Düz xətt çəkdim. Y oxuna paralel. Bax görürük ki BX daha
kiçik qiymət alır. Özə müsbətdirlər də bu tərəfdə, yəni x-in müsbət qiymətlərində. Görürük ki, yəni bx kiçikdir ax-dən. B üstü x kiçikdir a üstü x-dən. Müsbət olduqları üçün, həm də birdən böyük qiymətlər olduqları üçün, demək, üstləri də belə, üstlər bərabərdirsə, kiçik olması üçün bu əsasları B A-dan kiçik olmalıdır da, əsasları da eyni qaydada olmalı. Ona görə B A-dan kiçik, sonra biz nə keçdik? C də ən kiçikdir də, C də bəllidir ki, ən kiçikdir. Demək, C böyükdür B böyükdür C-dən, A da B-dən böyükdür və yaxud tərsinə. A böyükdür B-dən, o da böyükdür C-dən. Baxaq ki, yox, bunları istifadə edəcəyik hələ. Demək, A böyükdür, B ondan kiçikdir. Birinci modula baxdım. Demək, modula atarıq, bunların yerini dəyişərik də. Mənfi alınır axı. A minus B kimi yazaram. Sonra bu birisinə baxıram. Üstə gələk. C çıxaq A. Yəni, A daha böyükdür da. C-dən də C ən kiçikdir. Bunu da, yəni modulu açsam, yerlərini dəyişməm lazım. A çıxaq C. Bəs burada demək, C kiçikdir də B-dən. Burada da yeri dəyişiləcək. Yəni, minus, amma qarşısında mənfi var da. Belə yazım onda. B minus C. Modulu atmışam. Bərabərdir. 2A çıxaq B çıxaq C çıxaq B üstə gələk C. Bərabərdir. Burada C-lər getdi. Qaldı nə? 2A çıxaq 2B. 2A çıxaq 2B B variantıdır. Hansı qiymətlərində funksiyası x-in istənilən hər qiymətlərində təyin olunub? Bilirik ki, loqaritmanın 3 əsasda x olanda, yəni x sıfırdan böyük qiymət alır. Yəni x sıfırdan böyükdür. Yəni bu ifadə, bu loqaritmaltı ifadə sıfırdan böyük olmalı. X kvadrat minus 2m plus 4x üstə gələk. M kvadrat plus 8 böyük olmalı sıfırdan. Sıfırdan böyük olma şərti ödənməlidir. Bunun da böyük olması üçün, yəni kvadrat üçərlinin böyük olması nə deməkdir? Yəni parabola apsis oxundan yuxarıda yerləşir, toxunmur. Bu halda disklə hansı şərtlər ödənməlidir? A sıfırdan böyük olmalı, yəni qollar yuxarı olur və diskriminant sıfırdan kiçik olmalı. İndi A sıfırdan zaten böyükdür, çünki 1-dir də, 1 sıfırdan böyükdür. A 1-də demək sıfırdan böyükdür, birinci şərt ödənir. İkinci şərt isə B kvadrat minus 4AC demək kiçik olmalıdır sıfırdan. B'nin yerinə burada 2m plus 4'dür. Onun kvadratı minus 4 vuraq A 1'dir. C isə m kvadrat plus 8'dir də. Necə o? Kiçik olmalıdır sıfırdan. Bunları kvadrata yüksəlsəm 4m kvadrat üstə gələk 16m üstə gələk 16 çıxaq 4m kvadrat çıxaq 32 kiçikdir 0. Nə oldu? 4m kvadratları getdi. 16m burada mənfi 16 alınır. Sağa keçirsəm müsbət 16 eləyəcək. M kiçikdir 1-dən. M parametri hansı qiymətlərində demək x-in istənilən hər qiymət təyin olunub bu funksiya. Əlbəttə, 1-dən kiçikdir. O nə deməkdir? Mənfi sonsuzluqdan 1-ə. 1 də daxil deyil. Yəni, cavab olacaq E variantı. Açıq suallara keçdik. Funksiyanın qiyməti çoxluğuna daxilən ən kiçik tam ədəd tapın.
Yəni A üstü X-in aldığı ən kiçik qiymət tam ədədi deyir tapın. Yəni bilirik ki, aldığı qiymət bir qiymət. Bax, aldığı qiymət 0 almır. 11 yəni birdən böyükdür də və birdən keçir. Aldığı ən kiçik tam qiymət 1-dir də. Yaza bilərik də 1 üstə gələk 11, o da eləyir 12. Yəni aldığı ən kiçik tam qiymət 12 olar. Cavab olacaq 12. Funksiyasının ən böyük qiymətini tapın. Ən böyük qiymətini tapmaq üçün bax bu 0-1 aralığında yerləşir də. Üstün ən kiçik qiymətini tapmaq lazımdır. Yəni 2 minus 4 sinus 5 x-in ən kiçik qiymətini tapmaq lazımdır ki, bu ən böyük olsun. Bunun ən kiçik qiymətini bərabərdir. Yəni ən kiçik qiymətini tapmaq üçün sinus 5x-in müsbət qiymətini götürməlikdir. Sinus 5x-in aldığı ən böyük qiymət 1-dir. Azalan rolunda gedir. Çıxılan rolunda gedir. Ona görə demək 1-i götürməliyik. 2 çıxılsın. 4, yəni mənfi 1-i götürsək, bu toplanacaq, daha böyük qiymət alınacaq. Ancaq biz kiçik qiymətini axtarırıq. Sinus 5x vuraq 1-də. 5x-in böyük qiymətini götürdük. 2 çıxılsın 4, o da eləyər mənfi 2. Demək, bunun ən kiçik qiyməti mənfi 2 oldu. Demək, bu funksiyanın ən böyük qiyməti bərabərdir. 2-də 1 üstü mənfi 2. Bu da eləyər, yəni 2-nin kvadratı, bu da eləyər 4. Ən böyük qiymətini tapın. Burada da görürük ki, 4 1-dən böyükdür də, ən böyük qiyməti, üstün maksimum böyük qiymətini tapmalıyıq ki, daha böyük qiymət alsın. Yəni, mənfi 2-də 1, çıxaq 2 kosinus 3x-in ən böyük qiymətini tapaq. Mənfi 2-də 1, çıxaq 2 kosinus 3x. Bunun ən böyük qiyməti kosinus 3x-in demək, ən kiçik qiymətini də alır. Azalan rolunda oynayır. Belə çıxılan rolunda getdiyi üçün mənfi 2-də 1, çıxaq 2, kosinus 3x-in aldığı ən kiçik qiymət mənfi 1-dir. Mənfi 2-də 1, üstə gələk 2, o da eləyər 1 tam 2-də 1-də, belə deyək. 1 tam 2-də 1 və yaxud 2-də 3. 2-də 3. Qoyaq yerinə yazaq. Fx ən böyük qiyməti bərabərdir. 4 üstü 2-də 3. Bu nə deməkdir? Yəni, kök altında 4-ün kubu da belə deməkdir. Bu 2 eləyər, 2-nin kubu 8 eləyəcək. Ən böyük qiymət 8-dir. Ən kiçik qiymətini tapın. Ən kiçik qiymət tapmaq üçün üstündə ən kiçiyi lazımdır. Bu da yəni neçə olar? 0 qiymətində olar da. Yəni kökaltı ifadənin ən kiçik qiyməti, ən kiçik x-in ən kiçik qiyməti 0-dır. Ondan mənfi almır ki, deyək ondan kiçik qiymət alır. Yəni 1 minus x bərabər 0-ı x 1-də alır da. Ən kiçik qiymətini tapın. Yəni 4 üstü 0 fx-in ən kiçik qiyməti bərabərdir. 4 üstü 0. O da eləyər mənfi 1. Belə 1. Mənfi niyə? 1. Şəkildə A və B nöqtələri üstü funksiya qrafik koordinat oxlarla kəsişmə nöqtələridir. A və B nöqtələri bu üstü funksiyanın qrafikinin daha A və B üçbucağının sahəsini tapmaq lazımdır. Demək, qiymətlərini müəyyən eləyək. Bax, minus 4.
X-in 0 qiymətindən o B qiymətinin nöqtəsini belə koordinatlarını tapa bilərik. Bax, X-ə 0 versək, yəni X-in 0 qiymətində görək nə? B neçə alır? 0 versəm, Y bərabərdir. 2 üstə gələk, 0 üstə gələk, 3 çıxaq 4. Yəni 8 çıxaq 4, o da eləyər 4. Yəni B-nin Y-i 4 olur, X-i 0-da, 0, 4. A-ya baxaq. Yəni buradan bura qədər 4-dür də, belə deyək. A-ya baxaq. Burada Y 0-dır. Yəni Y-in 0 qiymətidir. Bərabərdir 2 üstü X plus 3 minus 4. Buradan 2 üstü X plus 3 bərabərdir 4-ə. 4-ə də 2-nin kvadratı kimi yazıram. Əsaslar bərabər, üstlərin bərabərliyini yazıram. X bərabərdir -1-ə. İkisi də -1 tapdım. Yəni A o isə -1-dir. Yəni A nöqtəsinin koordinatları A nöqtəsinin koordinatları oldu neçə? X-i -1, Y-i 0. İndi bizə nə edir? AB üçbucağın sahəsini tapmaq lazımdır. Bilirik ki, sağdakı koordinatdan, əgər OA məsafəsini tapmaq istəyirəmsə, sağdan, yəni buradan 0-dır da, 0-dan solu çıxıram da, burada da -1-dir də, tapdım ki, -1-dir ikisi. Minus -1, o da eləyər 1. OA məsafəsi də 1-dir. 1, 4 sahəni tapmaq istəyiriksə, nəyə bərabərdir? Katetlər hasilinin yarısı 2-də 1, vuraq 1, vuraq 4. O da eləyər 2. Ən böyük qiymətini deyir tapın. Yəni 3-ə əsas görürük ki, 1-dən böyükdür. Demək, üstü də böyük, ümumiyyətlə ifadənin f-in böyük qiyməti üstün böyük qiymətinə bərabərdir. Yəni, üstə verilib belə, -x kvadrat üstə 6x çıxaq 7. Bunun ən böyük qiymətini tapmaq üçün, yəni istəyirsiniz, düsturla yazaq. Yəni, düstur, Y0-da, bax, bu paraboladır. Bilmirəm, indi parabola hardan keçir. Yəni, qollar aşağıdır. Bax, həmin bu Y0 budur. Təpə nöqtəsi. Ən böyük qiymət. Y0 nəyə bərabərdir? 4AC çıxaq B kvadrat bölək 4A. Yəni, bunu biz tam kvadrata gətirib də eləyə bilərik. Belə də eləyə bilərik. 4 vurulsun. A -1-dir. C -7-dir. Çıxaq B kvadrat. B 6-nın kvadratı 36. Bölək 4A. A da -1-dir. Bərabərdir. Bu eləyəcək 28. Çıxaq 36. Bölək -4. Bu da eləyər neçə? -8 bölək -4 müsbət 2 alınacaq. Yəni, elə yaxşı çəkmişəm. Ən böyük qiymətini tapın. Yəni, bu ifadənin ən böyük qiyməti 2-dir. Yəni, f(x) funksiyasının ən böyük qiymətini tapmaq istəyiriksə, 3-ün kvadratını tapmalıyıq. O da eləyər 9. Funksiyanın ən böyük qiyməti 9 oldu. Ən böyük qiymətini tapın. Yenə burada bax, kvadrat üçədlinin ən böyük qiymətini, indi bu, gəlin indi bunu tam kvadrata gətirək. Onun ən böyük qiymətini tapmaq istəyiriksə, belə eləyək. Bax, bunun mənfini çıxardıram mötərizə xaricində, x kvadratını qabağa gətirirəm. Çıxaq 4x, üstə gələk, işarələri dəyişdi, mənfini qarşıya çıxartdım, bərabərdir. Mənfi, bunu böyük mötərizə ilə yazım. Bax, x kvadrat çıxaq 4x-i biz nə əlavə eləsək kvadrat alınır. Üstə gələk 4 əlavə eləyərik də. 4-də çıxaq. Çıxaq 4, üstə gələk 5 də var. Mənfi. Bax, bu 3-ü bizə nəyi verər? X minus 2-nin kvadratı.
Sonra qaldı üstə gələk 1. Bu mənfini vuraq bu böyük mötərizənin içinə. Alarıq nə? Mənfi x minus 2-nin kvadratı. Üstə gəl 1 yox, çıxaq 1 olacaq. Yəni bu ifadənin ən böyük qiymətini deyir. Ən böyük qiyməti, çünki bunun kiçik qiyməti, belə, bunun ən böyük qiyməti, mənfinin ən böyük qiyməti 0-dır. Yəni mənfi 1-dir də. Aldığı ən böyük qiymət mənfi 1. Yəni bu kvadrat üçədlinin ən böyük qiyməti mənfi 1-dir. Qoyuram yerinə funksiyanın ən böyük qiymətini tapıram. Bərabərdir 2 üstü mənfi 1. Bu deyiləyər 2-də 1 və yaxud 0,5. M parametri hansı böyük qiymətində y4 düz xətti funksiyanın üfüqi asimptotu olar. Asimptot sözünü bir xatırlayaq. Asimptot nə idi? Bax, tangens kotangesdən bəlli idi. Bax, misal üçün, bax, bu kotanges funksiyasının qrafiki belədir. Yəni, sərhədləri nəzərdə tutulur ki, yəni 0 pi, yəni təyin olunmayıb da, orada toxunmur həmin o asimptota. Sərhəddi ora qədərdir. Oradan sola keçə bilmir və yaxud toxuna bilmir. İndi burada y4 düz xətti üfüqi asimptot. Bu şaquli asimptotlardır. İndi orada deyir ki, funksiya üfüqi asimptotudur. Üfüqi asimptotu olar deyir. M parametrin hansı böyük qiymətində. Belə tutaq ki, bu m-siz olsaydı, misal fx bərabər 2 üstü x olsaydı, bu funksiyanın asimptotu ilə absis oxudu, ox oxudu. Çünki, bax, yəni, birdən keçir, yəni sərhəddə olur, üfüqi asimptotu elə ox oxudu. İndi, y bərabər 4 düz xətti asimptotu deyirsə, bax, indi 4 buradadır da, y bərabər 4 düz xəttini çəksək, asimptot burada deyəndə, yəni, bax, bu belə olacaq da, bax, həmin funksiyamız bu 4-dən sonra olacaq. Yəni, bu ifadə üstünə 4 gələk o deməkdir ki, 4 artırmalıyıq da, bu ifadə 4-ə bərabər olmalıdır. M kvadrat çıxaq 8-im, üstə gəl 19 bərabərdir 4. Hansı böyük qiymətində. Yaxşı, m kvadrat çıxaq 8-im, üstə gəl 15 olar, bərabər 0. Bunu vurublarını ayırsam, m çıxaq 5, m çıxaq 3 olar da. Mənfi 5, mənfi 3, 15 eləyər, toplasam mənfi 8. Yəni, m-in aldığı qiymətlər 5 və 3. Deyir ki, hansı böyük qiyməti? Böyük qiyməti 5-dir də. 3-ə baxanda 5 daha böyük. Uyğunluğu müəyyən edin. Y qiymətlər çoxluğunu bildirir. Birinciyə baxaq. Y bərabərdir bu. Baxırıq ki, mötərizənin, yəni x kvadratın qarşısı müsbətdir. Müsbət olanda bu ifadənin ən kiçik qiymətindən söhbət gedəcək. Yəni, ən kiçik, elə bu y özü də ən kiçik qiymətini üstün ən kiçik qiymətində alacaq. Yəni, y-in ən kiçik qiyməti bərabərdir. 9 üstü. Bunun ən kiçik qiyməti bu 0 olanda 2 olur da, 2. Yəni, 81. Kiçik qiyməti 81 olan, ən kiçik qiyməti 81 olan B variantıdır. B-ni yazdıq bura. B getdi. İndi, bəs qiymətlər çoxluğunu tapması, kiçik qiyməti 81-dir, böyük qiyməti neçə? Yəni, x-i artırdıqca artır da bunda qiyməti müsbət sonsuzluğa doğru gedir. Yəni, 81-dən müsbət sonsuzluğa. 81 daxildir, müsbət sonsuzluq yox. O da E variantı. Yəni, birincini bitirmiş olduq, keçək ikinciyə. Baxırıq ki, mötərizənin qarşısı mənfidir. Burada ən böyük qiymət, yəni bu kvadrat üçədlinin böyük qiymətindən söhbət gedir. O da bunun 0 qiymətində, mötərizənin 0 qiymətində olur. O da 4 eləyir. Yəni,
y-in ən böyük qiyməti bərabərdir 3/4. Bu da eləyər 81. Ən böyük qiymət 81. O da D variantını bura yazıram. Sonra bəs bunun kiçik qiyməti neçə eləyir? Kiçik qiyməti bilir ki, A üstə X şəklindədir də, 0-a yaxın qiymət alır. Yəni 0,81. 81 daxildə 0 yox, 0,81 C variantında yazaq bura. Sonra keçdik üçüncüyə. Bax, qarşısı mənfidir. Demək ki, bu ifadənin kiçik qiymətindən belə böyük qiymətindən söhbət gedəcək. Yəni y-in ən böyük qiyməti bərabərdir. Bunun 0 olan, mötərizənin 0 olan qiymətidir. 2/6. Bu da bərabərdir 64-ə. Ən böyük qiymət 64 variantı yoxdur. Aralıq var. Böyüyü 64. İndi kiçiyi də yəqin ki, bu şəkildə olanda 0, yəni A variantında bura yaza bilərik də. Çünki kiçik qiyməti də A üstə X şəklindədirsə, bilirik ki, 0-dan böyük qiymətlər alır da. Uyğunluğu müəyyən edin. Bax, birinci verib ki, y bərabərdir 2/x. Bunun təyin oblasti x-in, yəni mənfi sonsuzluq, müsbət sonsuzluqdur da qiymətli, belə təyin oblasti. Mənfi sonsuzluq, müsbət sonsuzluq təyin oblastıdır. Bax, burada onun hansıdır? A variantı. Bəs qiymətlər çoxluğu. Qiymətlər çoxluğunda 0-dan müsbət sonsuzluğu, amma 0 daxil deyil. Burada qiymətlər çoxluğu 0 daxil olan var. Yəni, bu da təyin oblastıdır qiymətlər. Yəni, bir dənəsi uyğun gəlir. Sonra ikinciyə baxaq. Y bərabərdir 2 üstün loqaritma, belə yox, loqaritma deyil, kök altında x. Artıq x-ə maniyə var burada. Yəni, x istədiyini ala bilmir də, kök altında x olanda, yəni x 0-dan böyük bərabər olmalı. Yəni, böyük bərabər o nə deməkdir? 0 müsbət sonsuzluq. 0 da daxildir. B variantını yazaq bura. Qiymətlər çoxluğu da bu neçə alır? Yəni 0 olanda 1 alır da, eləmi? 1 alır. X-i artırdıqca, müsbət sonsuzluğa getdikcə bu da sonsuzluq alır da. 1-dən müsbət sonsuzluğa 1 də daxildir. Yəni E variantını da bura yazaq. Üçüncü. Y bərabərdir 2 üstü loqaritma x. Yəni, x loqaritma burada da maniyəsi var. Yəni, x bilirik ki, 0-dan böyük olmalı. Bərabər yox, böyük olmalı. Təyin oblasti olacaq 0 müsbət sonsuzluq. Var o variantda. C də bura aid olar. Qiymətlər çoxluğu 0 müsbət sonsuzluq. Yox, 0 almır heç vaxt. Yəni ki, o da uyğun gəlmir. Elə bu 4 dənə cavabımız oldu. Üslü funksiyası artandır 44-də deyir. A parametri hansı qiymətlərin üslü funksiyası azalan olur. İndi artan olması alanda A-nın aldığı qiyməti tapaq. Artan deyəndə, yəni əsas birdən bilirik, böyük olmalıdır da, böyükdür birdən. Yəni A üstə X şəklindədirsə, A demək birdən böyük olmalı ki, artan olsun. O şərt ödənməsə, o artmır. 0-1 aralığında olanda isə nə olur? Azalan olur. İndi bir dəqiqə. Buradan yazarıq. 2A böyükdür 7-dən, A böyükdür 7/2, 3/5-dən. 3/5-dən böyük olacaq. Bu bir şərtimiz. Bunu saxlayaq yadımızda. Sonra azalan olması üçün bu 1-dən kiçik olmalıdır. A kvadrat, yəni 0-1 aralığında olmalı. 7A plus 13. Yəni 0-dan da kiçik olmaz. Olsa nə olacaq? Əslində heç yəni diskriminantın 0-dan kiçik olduğunu görürük və buradan aydın olur ki, bu 0-dan hər zaman böyükdür. Diskriminant axı mənfidir. Baxın, diskriminant nəyə bərabərdir? 49 çıxaq
4 AC, 4 vuraq 13. Bu da kiçikdir 0-dan. Yəni, diskriminantın kiçik olması onu göstərir ki, bu kvadrat düzəlli 0-dan böyükdür. Amma azalan olması üçün 0-dan böyük olmaq əsas şərt deyil. Həm də 1-dən kiçik olmalı. Yəni, a kvadrat minus 7a plus 13 demək, kiçik olmalı 1. Buradan a kvadrat çıxaq 7a. 1-i sola gətirsəm, üstə gələk 12 olacaq. Kiçikdir 0-dan. Bunun vuruplarını ayırsam, a minus 3, a minus 4 kiçikdir 0-dan. Demək, a3 və a4 aldıq. Ədəd oxunda göstərsək, 3-4 aralığına düşür də. 3 bura olsun, bunlar daxil deyil, 4 bura olsun. Bir də 3/5 böyük olma. 3/5 də bunların arasına düşür də. 3/5 bu da daxil deyil. Böyük müsbət sonsuzluğa doğru gedir belə. Amma kəskin isə 3/5 4. Cavabımız 3/5 4 olacaq. Bunlar da daxil deyil həmin bu aralığa. Qiymətlər çoxluğu bilirik ki, a üstü x-in aldığı ən kiçik qiymət ola bilər, 0-a yaxın qiymət alır da, yəni 0-dan böyük qiymət alır. Bəs böyük qiyməti indi biz tapmalıyıq ki, 3 minus 5 x plus 2-nin ən böyük qiymətini. Moduldur. Bura moduldur. Modul bilirik ki, bu çıxılan rolunda gedir də bura. Bunun ən kiçik qiyməti lazımdır. Ən kiçik qiyməti də 0-dır. Yəni, bu ifadənin 0 qiymətində bu ən böyük qiymət alır. Ən böyük qiyməti olur 3. Yəni, y bərabərdir 3-ün kubu. 3-ün kubu bərabərdir 27. Yəni, kiçik qiyməti 0-dırsa, böyük qiyməti 27. Qiymətlər çoxluğunu deyir, tapın. 0 daxil deyil, amma 27 daxildir. Qiymətlər çoxluğunu tapın. Burada həminki kimi, yəni 0, bir də 3-ün kvadratı olacaq da, yəni 9. Yəni, cavabımız 9 daxil olacaq, amma 0 qiymət almır da bu ifadə. Ümumiyyətlə, a üstü x funksiyası 0 almır. Qrafik yəni 0-a yaxınlaşır, yaxınlaşmağa, ancaq demək 0 qiymətini almır. 0,9 olacaq. Üstü funksiyanın qrafikin şəkildəki kimi olması üçün A parametrini ala biləcək tam qiymətlərin cəmini tapın. Şəkildəki kimi demək nə deməkdir? Yəni ki, bu ala biləcək tam qiymətlərin cəmini. Yəni 8a minus a kvadrat minus 11 0,1 aralığında yerləşməlidir. Belə 0,1 niyə? Yəni artan funksiyadır, 1-dən böyük olmalıdır. Minus 11 böyükdür 1. Bu şərt ödənməlidir ki, bax bu funksiya olsun. Demək, bunları sağa keçidirəm, 1-in yanına kiçik tərəfi olacaq da. A kvadrat minus 8a mənfi 11 ora keçsən, plus 11 olacaq da 12. Müsbət 12 kiçikdir 0. Yəni, bunları atdım, böyük tərəf deyirlər, kiçik tərəfə atdım, elə belə də yazıram. İndi bunu da qruplarına ayıra bilərik. 6 ilə 2-dir, hə. A minus 6, A minus 2, kiçikdir 0, yəni 2, 6-dır da həllər. Demək, aralığı. Bunlar da, yəni 1 də ala bilmir də, bərabər də deyil. Demək, 2, 6. Tam qiymətlərin cəmini tapaq. 3, 4, 5. Bunları cəmləsəm 12 eləyəcək. Funksiyanın qrafik şəkildə kimi olması üçün A parametrini ala biləcək tam qiymətlərin cəmini tapaq. Yenə burada da artandı bayaqki kimi. Yəni, bu 1-dən böyük olma şərti ödənməlidir. Bunları yenə sağa atıram və yaxud biri sola keçirdib mənfiyə vuraq. Yəni, bax, biri sola keçirdəndə minus 21 olacaq da. Mənfi 1-ə vururam hər tərəfi.
Bu mənfi a kvadrat idi. A kvadrat müsbət oldu. Sonra 10a müsbət idi. Mənfi olacaq. Bu mənfi 21 olur da. Biri sola keçirdəndə. O da müsbət 21 olar. Böyük işarəsi mənfiyə vurduğumuz üçün kiçikdir olacaq. Yəni, belə də eləyə bilərsiniz. Buradan 7 ilə 3-ün hasilidir. A minus 7, A minus 3. Hasili müsbət 21, cəmləyəndə mənfi 10 eləyir. Demək, A 7-dir. Yox, bərabər deyil bu. Yəni, aralıq neçə olacaq? Kiçikdə olduğu üçün 3-7 aralığı olacaq. Ala-belə tam qiymətlərin cəmini soruşur. 3-7 də daxil deyil. 4, 5, 6, 11, 15 olar bizim cavabımız. Bu mövzuya aid olan tapşırıqları bitirmiş oldum. Güman edirəm, faydalı oldu. Sağ olun.